Salam, hər vaxtınız xeyir. Mən Həqiqət müəllimə. Bugün sizə 5-ci sinifin 1-ci hissə 5-ci bölməsi qarışıqlar haqqında danışacağım. Gəlin əvvəlcə saf maddə və qarışıqları bir-birindən fərqləndirək. Saf maddələr yalnız bir maddədən təşkil olunmuşdur və tərkibindəki zərrəciklər eyni növ zərrəciklər olur. Qarışıqların isə tərkibində fərqli maddələr müşahidə edirik və nəticədə tərkibindəki zərrəciklər də fərqli ola bilir. Qarışığın tərkibindəki fərqli maddələr öz xassələrini itirmirlər. Qarışığın tərkibində olarkən də öz xassələrini saxlayırlar. Məsələn, şəkər saf maddədir, su saf maddədir. Şəkərin də baxdığımız zaman zərrəcik modelinə eyni növ zərrəciklər görürük. Suyun da baxdığımız zaman zərrəcik modelinə eyni növ zərrəciklər görürük. Şəkərin formulu, deyək ki, məsələn, karbon 6, bu yuxarı siniflərdə keçiriləcək, sadəcə izah etmək üçün deyirəm. H12O6-dır. Su isə H2O-dur kimyəvi cəhətdən. Və saf maddə kimyəvi formulunda olan elementlər eyni növ zərrəciklər olduğu üçün həm şəkərdə bunlardan başqa, həm də suda bu yazdıqlarımdan başqa biz molekul görməyəcəyik. Qarışıqların isə tərkibində müxtəlif növ saf maddələr olur. Deyək ki, yuxarıdakı şəkər də suda saf idi, amma şəkəri suya qatdığım zaman alınacaq yeni bir qarışıq. Orada şəkər də öz xassələrini qoruyub saxlayacaq, itirməyəcək, yeni maddəyə çevrilməyəcək. Su da öz xassələrini saxlayacaq, yeni maddəyə çevrilməyəcək. Nəticədə ikisi bir yerdə olsalar belə öz xassələrini qoruyub saxlamağı bacaracaqlar qarışıq daxilində. Saf maddələrə biz misal göstərə bilərik ya elementləri, ya da kimyəvi birləşmələri. Məsələn, deyək ki, burada şəkər də kimyəvi birləşmədir, su da kimyəvi birləşmədir. Amma məsələn, qızıl saf halda o da bir saf maddədir. Yəni elementdir və saf maddədir. Nəticədə biz bu ikisini saf maddə olaraq görəcəyik. Amma bir neçə elementin və ya bir neçə kimyəvi birləşmənin və ya bir neçə element və bir neçə kimyəvi birləşmənin qarışmasından yaranan onda artıq o qarışıq olacaqdır. Məsələn, biz salat düzəldirik. Orada müxtəlif meyvələrdən, tərəvəzlərdən və s. istifadə ediriksə, bu qarışıqdır. Ya da müxtəlif meyvəli şirniyyatlar, meyvə şirələri, yeməklər və içkilər və s. Hamısı qarışıqdır. Çünki tərkibində, məsələn, deyək ki, qəhvənin tərkibində qəhvə dənəcikləri və su var. Artıq o qarışıqdır. Meyvə şirəsinin tərkibində müxtəlif meyvələrin qarışığı var. Demək, o qarışıqdır. Qarışığın tərkibində onun zərrəcik modelinə baxdığımız zaman fərqli növ zərrəciklər görürük ki, burada da onu mavi və daha doğrusu bənövşəyi və yaşıl rəngdə ifadə ediblər. Gəlin bəzi qarışıqlarla tanış olaq. Məsələn, burada şəkər-su qarışığını görürük. Onlar bir-birlərində həll olublar. Sonra burada biz saf halda qızılı görürük. Hansı ki, bu saf maddədir. Tərkibində yalnız qızıl elementlər müşahidə olunur. Amma qarışıq halında üzüyün tərkibində ona mis də, gümüş də əlavə edirlər. Bu, onların daha dözümlü və möhkəm olmasına şərait yaradır. Qızıl elementi saf olarkən daha yumşaq olur çünki və zinət əşyalarının hazırlanması zamanı bu bir o qədər əlverişli olmur. Artıq yəni qızıl üzük əşyadır və o qarışıqdır. Amma saf külçə artıq o saf maddədir, qızıldan ibarətdir, yalnız bir növ elementdən ibarətdir. Burada isə biz 3 növ fərqli element görürük. Qarışığın tərkibində qızıl, mis və gümüş olmaqla üzüyü formalaşdırır və o artıq qarışıqdır. Məişətdə istifadə etdiyimiz qaşıq, çəngəl, bıçaqların hazırlanması zamanı istifadə olunan, əslində o da bir qarışıqdır. Burada da verilibdir. Polad haqqında şəkildə görürük. Poladın da tərkibində dəmir də var, karbon da var. Yəni fərqli maddə zərrəcikləri mövcuddur. Demək ki, ona da biz qarışıq deyə bilərik. Bəs nəyə görə əlavə edilir belə bir qarışıq hazırlanır? Çünki polad dəmirdən daha dözümlüdür və daha belə deyək, paslanması filan da dəmir kimi sürətli getmir. Ona görə də dəmirə əlavə olunan karbon poladın yaranması ilə nəticələnir və polad bir qarışıqdır. O məişətdə daha faydalıdır istifadəsi. Məsələn, təbiətdə gördüyümüz əslində ətraf mühitdə havanın da tərkibində azot var, karbon qazı var, oksigen qazı var və digər təsirsiz qazlar var, qarışıqdır hava. Ya da dəniz suyunun özü qarışıqdır, tərkibində müxtəlif minerallar var, duzlar var və s. Su da var həmçinin, bu da yenə qarışıqdır. Əslində təbiətdə su tam olaraq saf deyil. Yuxarıda biz saf su kimi onu tam distillə olunmuş suyu nəzərdə tutaraq suya saf maddə demişdik. Amma təbiətdəki sular dənizdə, çayda ya da bulaqda olan su tərkibində mütləq şəkildə duzlar, minerallar və s. olduğuna görə saf sayılmır. Onlar çıxarıldıqdan sonra yerdə qalan tək su, saf su, distillə olunmuş su, saf su adlana bilər.
Gündəlik məsələn alıb içdiyimiz bu qazlı içkilər, adi şəffaf qazlı sular belə tərkibində karbon qazı olduğuna görə, yəni ona qazlılıq verən, qabarcıq yaradan karbon qazıdır. O da qarışıqdır. Çünki su və distillə olunmuş sudur, içinə karbon qazı əlavə olunub. Demək ki, o artıq qarışıqdır. Südün tərkibində nələr var? Su var, yağ var, müxtəlif minerallar var, vitaminlər var. Deməli, o da qarışıqdır. Tikinti işlərində istifadə olunan, beton hazırlamaq üçün istifadə olunan bu qarışıq, onun tərkibində sement var, qum var, çınqıl var və su var. Yəni sement, qum, çınqıl və su qarışdırılır və ondan beton hazırlanır. Bu da bir qarışıq növüdür. Daha sonra biz bu qarışıqları bir-birinə qarışdığı zaman müxtəlif görüntü əldə edə bilərik. Məsələn, qarışığın tərkibindəki maddələr tam aydın da seçilə bilər, əgər onlar həll olunmursa bir-birində. Bəzən də seçilməyə də bilər ki, əgər onlar bir-birlərində həll olursa. İstənilən halda qarışıqdakı maddələr tərkibini itirmədiyinə, tərkibini dəyişmədiyinə görə biz onları müxtəlif sularla bir-birindən ayıra biləcəyik. Suda maddələr həll ola bilirsə, bu suda həll olan maddə adlanır. Həll ola bilmirsə, həll olmayan maddə adlanır. Suda həll olan maddələr özü həll olan maddə, suyun özü isə həlledici adlanır. Həlledici ilə həll olan maddə qarışdıqda yaranan qarışığa isə məhlul deyirik. Yəni məhlulun tərkibində mütləq şəkildə bir ədəd həlledici ən azı və bir ədəd də həll olan maddə mütləq şəkildə olmalıdır. Biz temperaturu artırsaq, həll olmanı artırarıq. Yəni temperatur artsa, həll olma artar. Həmçinin həlledicinin miqdarını da artırsaq, yenə həlledici budur. Həlledicinin miqdarını da artırsaq, yenə artacaq həll olma prosesi. Amma həlledicinin miqdarını sabit saxlayıb həll olan miqdarını artırsaq, məsələn deyək ki, burada mayenin miqdarını dəyişmirik, 100 milli mayedir. Əvvəl ona 2 qaşıq şəkər tökürəm, daha sonra 10 qaşıq şəkər tökürəm. Təbii ki, bu zaman həll olma bir müddətdən sonra dayanacaq. Çünki bu qədər suyun qəbul edə biləcəyi maddənin miqdarı artıq biz onu aşmışıq. Yəni onun qəbul edəcəyi maddə miqdarını aşmışıq. Amma əlavə üzərinə yenə həlledici töksəm, yenə həll olmanı artırmış olacam. Yəni həll olan maddəni dəyişməyib həlledicini artırsam, yenə mən həll olma qabiliyyətini sürətləndirmiş olacam. Bu məhlul üzərində gedən proseslərdir. Qısacası temperatur da bu prosesi sürətləndirə bilər. Qaşıqla qarışdırmaq da bu prosesi sürətləndirə bilər. Həmçinin həlledicini artırmaq da bu prosesi sürətləndirə bilər. Amma həll olan maddənin artırılması həll olmanı zəiflədə bilər. Daha sonra davamında qeyd edəcəyik ki, bu məhlul həll olan qarışıqlara deyirdik. Bəzən isə qarışıq suda həll olmayan maddə ilə qarışığı biz müşahidə edə bilərik. Məsələn, qumdur, təbaşirdir. Bunlar suda həll olmurlar. Və həll olmadıqları üçün suyun dibinə çökürlər. Və yaxud da ki, taxta yonqarlar həll olmur, amma sıxlığı sudan az olduğu üçün suyun üstünə çıxır. Nəticədə bir müddətdən sonra təbəqələşmə yaranır. Yəni biz onu aydın seçə bilirik ki, həll olmadı, amma qarışıqdırmı? Hələ də qarışıqdır. Sadəcə biz bu zaman ona məhlul deyə bilmirik. Məhlul olması üçün həll olması lazım idi. Əgər biz bu cür reaksiyalarda temperaturu artırsaq, bayaq yuxarıda da qeyd etdiyim kimi, o zaman həll olma da artacaq. Məsələn, əgər siz soyuq suya şəkər atsanız, eyni zamanda eyni miqdar suyun içərisinə eyni miqdar şəkəri isti suya atsanız, təbii ki, isti suda həll olma daha sürətli gedəcək. Necə ki, səhər şirin çay düzəldəndə daha tez həll edirik, amma soyuq suya şəkər əlavə edəndə daha geç həll olur. Çünki temperaturun yüksək olması həll olma qabiliyyətini sürətləndirir. Burada belə bir fəaliyyətdə şəkil verilibdir. Bizə X, Y, Z maddələrinin təbəqələşməsini görürük. Z burada qum ola bilər, Y sudur, X isə ağac yonqarıdır. Və müşahidə etdiyimizə əsasən deyə bilərik ki, Z-in sıxlığı demək ki, daha çox imiş, o dibə çökübdür. Daha sonra Y-in sıxlığını qeyd edə bilərik. Yəni, ρZ böyükdür ρY-dən, o da böyükdür ρX-dan. Çünki ən kiçik sıxlıqlı maddə sıxlığı az olduğu üçün, seyrək olduğu üçün, yüngül olduğu üçün üstdə qalacaqdır. Bu təbəqələşməni buna əsasən bölə bilərik. Bu üçü də bir-birinə qarışıblar və qarışıq formalaşdırıblar. Qarışıqların ayrılmasından danışaq. Yuxarıda qeyd etdik ki, yaranan bütün növ qarışıqları bir-birindən ayıra bilərik. Çünki onların kimyəvi tərkibi dəyişməmişdir. Sadəcə bir yerdə qalıblar. Yəni qarışığa mənə gətiriblər, amma tərkibləri dəyişməyib. Xarakterləri dəyişməyib tərkibindəki
maddələrin, qarışıq tərkibindəki maddələrin ələmə üsulunu, maqnitlə təsir etmə üsulunu, daha sonra süzmə üsulunu, bir çox üsulla buxarlandırma üsulunu adını çəkə bilərik və xromatoqrafiya üsulu bunu 6-cı sinifdə keçəcək. Bunlar qarışıqların ayrılma üsullarıdır. Başlayırıq ələmə üsulundan. Ələmə üsulu ilə biz bərk maddələri bir-birindən ayıra bilərik. Amma bir şərt var ki, ölçüləri bir-birindən fərqli olmalıdır. Məsələn, biz unu əliyiriksə, onun içərisində xırda-daş qırıntılar ya da başqa biraz böyük iri ölçü nəsə varsa, o ələkdə qalacaq, un isə ələkdən keçəcək. Bunun vasitəsilə mən ayırmış olacağam artıq onu. Və yaxud da inşaatda istifadə olunan qumu da eyni qaydada un kimi bu cür ələkdən keçirilərək tərkibindəki xırda daşları ondan ayıra bilirlər. Daşlar ələkdə qalır, qum isə ələkdən keçmiş olur. Bu metodla biz iki bərk maddənin qarışığının bir-birindən ayrılmasını təmin edə bilərik, ölçüləri fərqli olması şərti ilə. Maqnitlə təsir etmə üsulunda isə mütləq şəkildə qarışığın tərkibindəki maddələrdən biri dəmir olmalıdır. Çünki maqnit yalnız dəmiri özünə birləşdirmə gücünə malikdir. Bu zamanda biz maqnitlə təsir etmə gücündən istifadə etmiş olacağıq. Süzmə üsulunda isə biz süzmədə qarışığın tərkibindəki maddə həll olmayan maddə olduğu zaman istifadə edə bilərik süzmə üsulundan. Yəni biri maye olacaq, biri isə bərk olacaq. Amma bu bərk maddə mayədə həll olmayan bir bərk maddə olmalıdır. Bayaq yuxarıda qeyd etmişdik təbaşir, qum, ağac yonqarı və s. kimi. Hansı ki bu cür qarışıqları biz süzgəc kağızına tökdüyümüz zaman, burada görürsünüz qarışıq var, qum və su qarışığı. Sonra süzgəc kağızı başqa bir qaba qoyulur və içərisinə həmin bu qarışıq əlavə olunur. Qarışığın tərkibindəki o bərk həll olmayan maddə süzgəc kağızında qalır. Mayenin özü isə keçir süzgəc kağızına, süzülmüş su şəklində biz onu burada müşahidə edirik. Yəni bu halda qarışıq idi, burada isə onları bir-birindən ayırmış olduq. Hansı üsulla? Süzmə üsulu ilə. Məsələn, buna oxşar bir prosesi biz maska, ağzımıza, burnumuza taxdığımız maskanın da quruluşunda görə bilərik. Maska havadakı mikroorqanizmlərin ya da tozun nəfəs borumuza keçməsinin qarşısını alır, amma havanın da keçməsinin qarşısını almır. Havanı onlardan təmizləyir, ayırır və tənəffüs sistemimizi ötürür. Bunu tikintidə işləyən insanlar da istifadə edirlər. Daş yonarkən və s. qumların nəfəs borusuna keçməsi riski daha çox olduğuna görə istifadə edirlər. Yəni bu da əslində bir süzmə metodudur. Orada da havanın tərkibindəki bərk maddələrin, hansı ki onlar həll olmayıblar havanın tərkibində, onların ayrılması üçün istifadə olunan bir metoddur. Yəni eyni prinsiplə işləyir. Daha sonra biz burada balinaların süzmə vasitəsilə orqanizmlərində təbii halda bu süzmə prosesi vasitəsilə qidalanmasını müşahidə edə bilərik. Bu balinaların, misal olaraq göy balinaları, bir də qozbel balinaları bizlərə veriblər, hansı ki onların dişləri yoxdur. Amma onlar qida qəbul edirlər. Onlar suyu, ağır miqdarda suyu ağız boşluğundan qəbul edirlər və sonra dilləri vasitəsilə o qəbul etdiklərini yuxarıya doğru ötürürlər. Başlarının yuxarısından, yəni ağızları örtüləndə başlarının yuxarısından suyun artığı çıxır. Bığlar adlanan hissə isə həmin o suyun tərkibindəki qidanı ayırır və su xaricə çıxmışdı. Bu qida qalıqları isə bığlar vasitəsilə ayrılaraq həzm sisteminə ötürülür. Yəni süzülür. Mayenin tərkibində həll olmamış o qida maddələri süzülür, ayrılır və həzm sisteminə ötürülür. Bu da təbiətdə, təbii halda müşahidə olunan süzmə metodu. Buxarlanma üsulundan danışaq. Süzməni suda həll olmayan maddə qarışığını ayırmaq üçün istifadə etdik. Buxarlanmanı isə suda həll olan maddə qarışığını ayırmaq üçün istifadə edəcək. Yəni məhlulların ayrılma üsuludur. Buxarlandırma metodu maddənin tərkibində olan, deyək ki, suyun tərkibində olan, həll edicinin tərkibində olan, həll olan bərk maddənin qarışığı varsa bizim əlimizdə, biz onu müəyyən temperaturda qızdırdığımız zaman onun tərkibindəki maye başlayacaq buxarlaşmağa. Buxarlanma prosesi baş tutacaq. Buxar kimi həmin maye ayrılacaq, aram-aram ayrılacaq. Nə zaman ki, onun tərkibindəki su bitəcək, içindəki duzdumu, şəkərdimi, hər hansı həll olan bərk maddədir, o qabın dibində çöküb qalacaq. Nəticədə biz məhluldakı şəkəri və yaxud da ki, duzu, həmin o bərk maddəni ayırmış olacağıq. Bunu istifadə edəcəyik həll olan maddənin əmələ gətirdiyi məhlullarda.
Bunu ancaq bu metodda, bu qarışıqlarda istifadə edə bilərik. Burada verilən şəkildə isə bizə yayda buxarlanma sürətli getdiyinə görə sahil zonasında duzların toplandığını müşahidə etdiyimiz bir şəkildə göstəriblər. Buxarlanma sürətlə gedir, məhlul idi, duz suda həll olmuşdu. Buxarlanıb indi su ayrılıb, amma duz hara gedə bilər ki? Duz elə oradaca qalıb sahildə. Yəni bu da əslində təbiətdə olan buxarlanma üsuluna bir nümunədir. Xülasəmizə baxırıq. Bölmə xülasəsində biz nə öyrəndik? Əvvəlcə saf maddələri qarışıqlardan fərqləndirdik. Daha sonra isə həmin o qarışıqların bəzi ayrılma üsulları ilə tanış olduq. Məsələn, qarışıqların ayrılma üsullarından öyrəndik ələmə üsulunu, maqnitlə təsir etmə üsulunu, buxarlandırma üsulunu, süzmə üsulunu, onları bir-birindən fərqləndirdik. Qarışıqların tərkibində müxtəlif aqreqat hallı maddələr ola bilər ki, biz burada maye qaz qarışığını görürük, sonra bərk qaz qarışığını görürük, bərk maye qarışığını görürük. Yəni hər ehtimalda, hətta eyni aqreqat halda da ola bilər. Qaz-qaz qarışığı, sonra məsələn bərk-bərk qarışığı ya da maye-maye qarışığını da biz müşahidə edə bilərik. Mövzu haqqında deyəcəklərim bu qədər. Sağ olun.